Ölkənin əsas ulduzu, Respublikanın xalq artisti Aygün Kazımova. Təbrik edirik sizi, çox sevirik sizi. Yubileyiniz mübarək. Möhtəşəmsiniz. Bugün buraları dağıdıram. Gözəl anam, doğum günün mübarək olsun. Hər zaman sağlam, gözəl və belə təravətli qalasan. Yaradıcılıq ömrünün mümkün qədər uzun olmasını mən şəxsən istəyirəm. Çünki ikinci ona bənzər bir müğənni mən görmürəm. O yüzden də onun davam eləməsi çox vacibdir bizim musiqi üçün. Təbrik edirəm Aygün, böyük qız olasan. Təbrik edirəm öz adımdan da, xalqımın da adından, sizin də adınızdan. Biraz aşağı İlhəmə xanım demişkən, ağzıma soxmayın. Ona xoşbəxtlik, gözəllik arzuluyuram. Hər zaman ay kimi, günəş kimi də olsun. Qadın xoşbəxtliyi arzu edirəm. Yeni mahnılarla bizi sevindirsin və əlbəttə ki, həmişə belə gözəl və cavan qalsın. Ben onu çok sevirəm. Ad günü mübarek olsun. Onun için geldim Bakıya. Bu hoş gündə. Sevirəm Aygün xanımımız bir tanedir. Mən Aygün xanıma dünyanın ən gözəl neymətlərini arzu edirəm. Aygün xanım həmən o gözəl insandır, gözəl anadır, gözəl dostdur və ən əsası çox gözəl bir müğənni və qadındır. Ona can sağlığı, hər zaman belə parlaq, zirvədə olmağı arzuluyuram. Ölkənin əsas ulduzunun 55 yaşı tamam olur və 40 il səhnədə. Bu deməkdir ki, Aygün Kazımova yarım əsrdən çox yaşayıb və yarım əsrdən biraz az vaxtı hər zaman aktuallığını saxlayıb. Hər zaman necə belə gözəldirsə, belə gözəl qalmaq arzu edirəm. Hər zaman enerji dolu olsun. Müasir estradamızın bayramıdır, günüdür. Çünki hər zaman yeniliklər, fədakarlığı ilə, çalışqanlığı ilə, yaradıcılığına peşəkar yanaşan bir insanın, böyük bir, mənim üçün sənətkardır o insan. Çok sağ olun. Karşılığı burada. Hə, gəzdirmişəm, ona çox akcent verməyək. Mən açıqladımsa ad günündə gəlin daha çox belə gözəl şeylərdən danışaq. Biraz aşağı Bir aşağı düşə bilərik uşaqlar. gözləyirdim. O təbriki evdən çıxmamış aldım. Sir deyilsə? Biraz sirdi. Şəxsi münasibət deyil. Amma başqa bir təbrik idi. Hansı ki, mən çox istəyirdim ki, o təbrik olsun və o təbrik gəldi. Şəxsi münasibət demişkən, ürəyiniz hələ də boşdur. Yox, boş nədir? Bəs siz hardasınız əgər mənim ürəyim boşdursa? Canım, mənim ürəyimdə heç boş yer var ki. Mənim ürəyim hər zaman doludur. Mən Aygünə demək istəyirəm ki, Aygün, mən səni alqışlayıram ayaq üstə. Nə yaxşı ki, sən bu yolları keçə bilmisən. Qırılmadın, sınmadın, yıxılmadın, dayanmadın, durmadın. Mən o Aygünə nə deyə bilərəm? Mən ancaq onu əlbəttə ki, dəyərləndirməliyəm. Ona böyük sevgi ilə yanaşmalıyam və ona dərin hörmət bəsləməliyəm ki, o Aygün, afərin o Aygün.